Salam əziz şagirdlər, gəlin bu günlərim 19 aprel keçirilən bilik yarışının suallarının həllinə birlikdə baxaq. 21 nömrəli sualdan başlayırıq. 21 nömrəli sualda deyir ki, gündə 50 test həll edən Səma 4 həftədə cəmi neçə test həll etmişdir? Gəlin əvvəlcə baxaq görək 4 həftə neçə gün edir? Çünki biz gündə neçə test həll olunduğunu bilirik. 4 həftə neçə gün elədiyini tapmaq üçün 4-ü 7-yə vururuq, o da eləyir 28 gün. Əgər hər gün 50 test həll olunubsa, 28-i də 50-yə vurmaqla biz tapa bilərik ki, bu 4 gün ərzində, 28 gün ərzində gündə 50 test olmaqla şagird neçə test həll etmişdir? 28-i də 50-yə vuranda eləyəcək 1400, cavab olacaq C variantı. 21-ci sualda cavab C variantı. Davam edək, keçək 22 nömrəli suala. 22 nömrəli sualda hesablama sualıdır. Deyir ki, əvvəlcə biz bilirik ki, əməllər ardıcılığı necədir? Vurma, bölmə, daha sonra toplama, çıxma həll olunur. 3924-ü 4-ə bölməliyik. Gəlin sizlə birlikdə bölək. 3924 bölünsün 4. 3-ün içində yoxdur, ona görə 39-da axtarıram. O da olacaq 9 dəfə, 36, 32 də 8 dəfə düşdü. 32, 4-də də 1 dəfə oldu 981. Daha sonra 5060-ı 10-a böləndə biz bilirik ki, hər ikisindən bir dənə 0 silməklə 506 alarıq. Deməli 981 üstə gəl 506 üstə gəl 97-ni də 8-ə vurmaq lazımdır. 97-ni də 8-ə sizlə birlikdə vuraq. 7 kere 8-dən 56, 6 yazırıq. 5 yadda. 9 kere 8-in 72, 5 yadda 77. Oldu 776. İndi biz bu ədədlərin cəmi tapmalıyıq. Əgər alt-alta yazıb hesablasınız, görərsiniz ki, ümumi cəm 2263 edəcək. 22 nömrəli suala cavab oldu D variantı. Keçək 23 nömrəli suala. Bizə deyir ki, vurma əməlində birinci vuruq 42-dir. İkinci vuruq isə birincidən 6 dəfə azdır. 42-dən 6 dəfə az olan ədəd 7-dir. Üçüncü vuruq isə ikincidən 3 dəfə çoxdur. 7-dən 3 dəfə çox edir 21. Bu hasilə hesablasaq, 42-ni 7-yə vursaq, alınacaq 294. 294-ü də 21-ə vuranda 6174 olacaq A variantı. Daha sonra üçbucaqlı piramidanın neçə üzü var deyir. Gəlin üçbucaqlı piramidanı çəkək, daha sonra birlikdə onun üzlərinin sayını görək. Baxın, üçbucaqlı piramida bu formada olacaq. İndi gəlin üzləri sayaq. Baxın, birinci üz bura, ikinci üz bura, üçüncü üz bunun oturacağı, dördüncü də həmin o arxadakı, bax bu gördüyünüz üz. Oldu 24 nömrəli sualda cavab A variantı. Davam edir 25 nömrəli sual. Deyir ki, Leylanın çantasının 4 bölməsi var. Hər bölmədə 2 qırmızı, 3 yaşıl qələm var. Leylanın çantasında cəmi neçə qələm var? Bizə demir ki, rəngli qələmlərin rəngi hansı xüsusiyyətdə olsun. Ona görə cəmi soruşduğuna görə 4 bölmə var. Hər bölmədə də 2 qırmızı, 3 yaşlı olmaqla 5 qələm var. 4-ü də 5-ə vururum, olur 20. Deməli, cəmi 20 qələm var. 25 nömrəli sualda cavab olur C variantı. Keçək 26 nömrəli suala. Deyir ki, 7-yə böləndə alına biləcək qalıqların cəmi. Biz bilirik ki, qalıq böləndən hər zaman kiçik olmalıdır. Yəni 7-yə bölünəndə alınan qalıqlar cəmi 7-yə qədər olan ədədlərin cəmidir. 1, 2, 3, 4, 5, 6. Bu da eləyir 21. Daha sonra bizə deyir ki, 21 ilə 452-nin cəmini tapın. Üzərinə 452 gələndə eləyir 473, 26 nömrəli sualda cavab oldu B variantı. Davam edək. 27-də deyir ki, 70 ədədinin 1/10 hissəsi. 70 ədədinin 1/10 hissəsini deyəndə 10-a bölüb 1-ə vururam, olur 7. 420 ədədinin 6/1 hissəsi dedikdə 6-ya bölüb 1-ə vururam, olur 70. 7 və 70-in cəmi də eləyir 77. 27 nömrəli sualda cavab oldu D variantı. Keçək 28 nömrəli sualı ixtisar sualıdır, sadə sualdır. 54-də 27. İlk ağlıma gələn hissəsi də bölə bilərsiniz. Uşaqlar 3 ilə də başlaya bilərsiniz, 9-la da eləyə bilərsiniz, birbaşa 27-yi də bölə bilərsiniz. Baxan kimi görə bilərsiniz ki, 27 54-ün bölənidir. Ona görə 27-ni 27-yə böləndə 1, 54-ü 27-yə böləndə 2 cavab olacaq 2-də 1. B variantı. 9-a bölüb hissəsi də gedə bilərsiniz, 3-ə də bölə bilərsiniz. İstənilən halda cavabınız 2-də 1 olmalıdır. 28 nömrəli sualda cavab oldu B variantı. Keçək 29 nömrəli suala. Bizə bunları müqayisə etmək lazımdır. Sol tərəfi hesablasaq alıram 11-də 4.
Sağ tərəfdə 12-də, yox 11-də 7, sağ tərəfdə olacaq 12-də 7. Əgər iki kəsrin surətləri bərabərdirsə, biz onların məxrəclərini müqayisə edərkən məxrəci kiçik olan böyük, böyük olan kiçik olur. Ona görə biz burada A variantındakı böyükdür işarəsini qoymalıyıq. 30 nömrəli suala baxaq. Deyir ki, bərabər tərəfli üçbucağın neçə simmetriya oxu var? Baxın, bərabər tərəfli üçbucağımız bu olsun. Bu simmetriya oxlarını çəkək. Baxın, biri belə, biri bu cür, biri də bu cür. Simmetriya oxları olacaq. Deməli, bərabər tərəfli üçbucağın 3 simmetriya oxu var. 30 nömrəli sualda cavab oldu B variantı. Keçirik 31 nömrəli suala. 31 nömrəli sualda deyir ki, A böyükdür 44 vurulsun 5-dən. Yəni A böyükdür 220-dən. B böyükdür 23 vurulsun 7-dən. 23-ü 7-yə vuranda alınır 161. Bu şərti ödəyən ən kiçik ədədlər lazımdır. Deməli, A-nın 221, B-nin də 162 ədədləri mənə lazımdır. Bu qiymətlərin fərqindən söhbət gedir. Yəni, mən 221-dən 162-ni çıxıram, alıram 59. Həmin o 59 ədədindən 50 vahid kiçik olan ədəd dedikdə 50-ni çıxıram, qalır 9. 31 nömrəli sualda cavab oldu A variantı. Davam edirik 32 nömrəli sual ilə. Deyir ki, qalıqlı bölmədə bölünən 50-dir. Böləni bilmirəm, bir dənə x yazıram. Qismət 8-dir, qalıq isə 2-dir. Mən burada indi böləni soruşur məndən. Böləni tapmaq üçün əvvəlcə bölünəndən qalığı çıxıram. Aldığım cavabı isə natamam qismətə bölürəm. 50-dən 2 çıxanda 48, 48-də 8-ə böləndə 6. Cavab olacaq 32 nömrəli sualda A variantı. 33 nömrəli suala baxaq. 846 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8-in altına xətt çəkdim. Çünki 8 yüzlüyün yerində dayanıb. Sağda gələn ədəd 5-dən böyük olmadığına görə, ona görə 8-ə 1 əlavə eləmirəm. Olur 800. Yuvarlaqlaşdırdım. Artıq indi keçim 8-ə bölsə qismət necə olar? Bunu da 8-ə böləndə qismətimiz olacaq 100. 33 nömrəli sualda cavab oldu B variantı. 34 nömrəli suala keçirik. Deyir ki, Sabir yarım kiloqramının qiyməti 3 manat 40 qəpik olan almadan. Əgər yarım kiloqramının qiyməti 3 manat 40 qəpikdirsə, deməli bunun 1 kiloqramının qiyməti 3 manat 40 qəpiyin 2 misli, yəni 6 manat 80 qəpik olacaq. Bu almadan 3 kiloqram alıbdır. Deməli 6 manat 80 qəpiyi, yəni 680 qəpiyi mən vuracam 3-ə. Çünki 3 kiloqram alıbdır. O da eləyəcək 20.000 40. O da eləyir 20 manat 40 qəpik. Cavab olacaq 34 nömrəli sualda A variantı. Keçirik 35 nömrəli suala. Deyir ki, kvadratın tərəfi, baxın bu bizim kvadratımız olsun. Tərəfi 24 sm-dir. Əgər kvadratın tərəfi 24 sm-dirsə, yox, perimetrini bizə verib 24, üzürlü sayın uşaqlar. Perimetri əgər 24 sm-dirsə, 4A bərabərdir 24 deməkdir. Deməli, kvadratın tərəfi neçə santimetrdir? 6 sm. Amma mənə santimetrlə istəmir. Burada vahidlərə diqqət eləmək lazımdır. 6 santimetr çevirməliyik millimetrə. Biz bilirik ki, 1 santimetr bərabərdir 10 millimetr. Ona görə də 6 santimetr 60 millimetr eləyir. 35 nömrəli sualda cavab olacaq C variantı. 36 nömrəli sualdan davam edirik. Ədədli hərflərlə yazıblar. 9856 ədədinin rəqəmlərin cəmindən söhbət gedir. Gəlin bunları toplayaq. 9-dan 5, 14, üstünə 6 gələndə 20, üstünə 8 gələndə 28. Bu rəqəmlər cəminin 12 misli. 12-yə vurmaq lazımdır. 2 kere 8-dən 16, 6 yazdıq, 1 yadda. 2 2-nin 4, 1 yadda 5, bir dənə 8-in 8, bir dənə 2-nin 2. Oldu 6, 5-in üstünə 8 gələndə 13, 3 yazdım, 1 yadda, 2, 1 də yadda 3. Oldu 36 nömrəli sualda cavab B variantı. 37 nömrəli sualı keçirik. Deyir ki, 2 dənə 3 rəqəmli ədədin hər birində yüzlüklər mərtəbəsindəki rəqəmi 3 vahid artırdılar. Əgər yüzlüklər mərtəbəsindəki rəqəm 3 vahid artsa, hər biri 300 vahid artacaq. Nəticə etibarilə bu ədədlərin cəmi 600 vahid artmış oldu. Daha sonra o artırıb onluqlar mərtəbəsində rəqəmi 4 vahid azaltsaq. 4 vahid azaldanda 40 vahid bu azaldı, 40 vahid bu cəmi 80 vahid azalmış oldu. 600 vahid artma var, 80 vahid azalma. Deməli ədəd 600 çıxsın 80 vahid artmış olacaq. Yəni 520 vahid artdı. Cavab olacaq 37 nömrəli sualda A variantı. Keçirik 38 nömrəli suala. Deyir ki, doğru olan fikri seçin. A variantına baxıram. Deyir ki, kürənin bir təpəsi var. Xeyr, bu doğru deyil. Kürənin təpəsi yoxdur.
B variantı. Kubun 8 tili var. Xeyr. Konusun tili yoxdur. Bu doğrudur. D variantında isə fəza fiqurları 2 ölçülüdür deyir. Xeyr, fəza fiqurları 3 ölçülü olur. En uzun və hündürlüyü olur onlarda. 39 nömrəli suala keçirik. K hərfindəki iti və kör bucaqların sayını tapın deyir. Gəlin əvvəlcə itiləri tapaq. İti bucaqlar 1, 2, o birisi iti bucağımız 3. 3 dənə iti bucağımız oldu. İndi gəlin kör bucaqların sayını tapaq. 1, 2, 3 və 4. 4 dənə də kör bucağımız var. Bunların da cəmi eləyəcək 7, 39 nömrəli sualda oldu cavab A variantı. Sonuncu sualımız 40 nömrəli suala baxaq. Deyir ki, bu tənliyi həll edin. Tənliyi həll etmək üçün mən əvvəlcə mötərizəni vurub açmalıyım. Olacaq 8x üstəgəl 4, üstəgəl 5x çıxılsın 10, bərabərdir 46. 8x üstəgəl 5x qalır bərabərliyin solunda. 10 və 4-ü sağa keçirdirəm. Ya da keçirtməyim, qoyun belə yazaq. Sizə daha rahat olsun. Üstəgəl 4 minus 10 bərabərdir 46. 8x ilə 5x'i toplayan 13x. Çıxılsın 6 bərabərdir 46. 13x'i tapmaq üçün 46 ilə 6-nı toplamaq lazımdır. Eləyəcək 52. X də bərabərdir 4-ə. Deməli 40 nömrəli sualda cavab oldu B variantı. İzahlar bu qədər idi uşaqlar. Hər birinizə uğurlar arzulayıram.